Mənim şəhidimin sonuncu dəfə mənim gözümün önündə ayağından çıxarıldığı batinkası idi ki, hansı ki onun sonuncu dəfə canı, qanı onun içərisində hopmuşdu, qalırdı yadigar üçün. Və mənim şəhidimin son olaraq batinkasını və başından çıxarılan papağını, kaskasını gəlib təəssüf ki, şüşəni sındırıb aparıblar. Biz o gülü, güldanı yenidən alıb ora qoya bilərik bəlkə də. Yəni çətin bir şey deyil, amma mən şəhidimin son batinkasını, son papağını hardan alacağımı bilmirəm. Yəni əgər o itmiş oldusa da və mən inanıram ki, o bizə qayıdacaq. Güvənirəm çünki məşğul olunur məsələ ilə bağlı artıq, amma yəqin ki, bilirəm ki, qaytarılacaq. Bizim güvənimiz var. Oğlumun kitarasını gəldim, baxdım ki, dünən axşam uşağın kitarasını aparıblar. O onun öz əlləri dəyən. 5 ildir buradadır o balamın yadigarı. Yəni o təsəllimizdir də. Gəldim, baxdım, yoxdur. Polis idarəmizə dediyim, şəhid olandan sonra onu hərbi hissəsindən gətirmişəm. Və mənim o təsəllimdir. Mən istəyərəm ki, onu belə yaşatmaq istəyirəm. Yəni buradan oğurluq eləmək, nə aparmaq, yəni bağışlayın, üzr istəyirəm ifadəmə görə. Yəni insaniyyətdən xəbər olmayan bir insan.